Bəli, birinci sualda D variantı olacaq. Nitrat turşusu laboratoriyada alınmasına əks etdirir. Natrium nitrata qatı sulfat turşusu ilə təsiri göstərir. Məsələn, yoldaşlar, ikinci varianta baxırıq. Deyir ki, ikinci sualdadır, daha doğrusu. Deyir ki, mis, dəmir, gümüş, alüminium və sink metal yonqarlarından ibarət qarışığa soyuq halda nitrat turşusu əlavə eləsək, təmbolini qatı nitrat turşusu əlavə etdikdə hansı metallar reaksiya daxil olur? Dedi ki, adi şəraitdə dəmirdir, alüminiumdur, xromdur, kobaltdır, nikeldir. Bunlar adi şəraitdə daxil olmur elə. Bunlar adi şəraitdə qatı nitratla reaksiya daxil olmur. Amma reaksiya daxil olar deyir. Deməli, biz buradan dəmir olan variantı məsələn çıxmalıyıq. Alüminium olan, məsələn, dəmir çıxdı, alüminium çıxdı. Bir dənə yerdə nə qalır? B variantı. Deməli, əsra, bu metallar adi şəraitdə soyuq halda qatı nitratla reaksiya daxil olmur. Deməli, yerdə qalanlar daxil olur, elə? Bax, bu şəkildə. Səsim gəlir? Aysu. Lap yaxşı. İndi bizə verib ki, üçüncü sualda. Nitrat turşusunu sulfat və ortofosfat turşuları. Bax, nitrat turşusu HNO3-dür. HNO3. Sulfat turşusu H2SO4-dür. Ortofosfat turşusu. Əsra, səsim gəlir? Gəlir. H3PO4-dür. Yoldaşlar, fərqləndirən xassisi nədir? Əsaslarla duz əmələ gətirir. Bütün turşular bütün əsaslarla duz əmələ gətirir. Bu ola bilməz. Bütün turşular bir dənə metasilikat turşusundan başqa digər turşular indikatora təsir göstərir. B variantı ola bilməz. İşığın təsirindən parçalanmış uşaqlar yadınızda saxlayın. Sulfatda parçalana bilər, ortofosfat da parçalanır. Amma sırf testdə verirsə işığın təsirindən parçalanma, deməli burada nitratı nəzərdə tutur, elə? NO2, O2 su. Məsələn, sulfat H2S2O7 tutaq ki, suya parçalana bilər. Ortofosfat H4P2O7 suya parçalana bilər. Amma söhbət işığın təsirindən parçalanma. Bunlar qızdırıldıqda parçalanır. Amma işığın təsirindən parçalanma gedirsə, bu ancaq nitrat turşusuna aiddir. Sonra, məsələn, tutaq ki, baxaq dördüncü suala. Bu qədər nitrat turşusunu neytrallaşdırmaq üçün neçə mol kalium OH? Bax, yazıram kalium hidroksid, üzərinə gəlinsin HNO3. Yoldaşlar, bir əsası turşu bir turşulu əsas tam neytrallaşmada H sayı OH sayına bərabərdir. Deməli, elə bunun 1 molundan 1 molu. OH ilə H birləşdi nə verdi? Su plus kalium NO3. Bax, neytrallaşma reaksiyası baş verir. İndi verir ki, bu qədər qram nitrat turşusunu, yəni 31,5 qram nitrat turşusunu neytrallaşdırmaq üçün neçə mol? Bunun üzərinə yazaram x mol. Reaksiyanın özünə görə bu neçə mol da Aysu? 1 mol. 1 mola da 1 mol nitrat, yəni 63 qram nitrat sərf olunur. O da aydındır ki, 2-də 1, yəni 0,5 mola bərabər olar. Sualın düzgün cavabı C variantı. Aydın oldu, Əsra? Belə. Yoldaşlar, bu üzvü kimyadır. Hələ ki, bu hissələri bilməsəz də olar, narahat olmayın. Yəni 5-6 qalsın. Vaxtı gəldi, yəni bu hissələri keçəcəyik. Lap belə demək olar. Tolol 2,4,6 nitrotolol əmələ gətirir, düzdür. Selluloz ilə mürəkkəb efir verir, düzdür. Etandiol yoldaşlar spirtdir. Reaksiya daxil olmur yazıb. Spirtlə turşular reaksiya daxil olur. Yəni üzünü keçəndə danışacağıq. Belə, səsim gəlir? Bəli. Lap yaxşı. Bax, verim, misin duru nitrat. Sadəcə veriləni yazırıq. Mis, üzərinə gəlinsin duru nitrat turşusu. Əsra, de görün, bu reaksiyadan nə alınır? Və birinci qrup səviyyəli sualda. Metallarla nitrat turşusuna verir uşaqlar. Aysu. Bəli, Əsra, denəndə mis NO3 2 dəfə üzərinə gəlsin. Əsra pasiv metaldır. Duru ilə NO verir NO2. NO qatı olsaydı NO2 verəcək. Afərin. Plus su alınacaq.
mis 0-dan mütləq əmsallaşdırmaq lazım. Müsbət 2-yə, azot müsbət 5-dən, azot gəlib müsbət 4-ə. Deməli, bu ikisini verdi, bu birini aldı. Elə həmin o 2-ni bura yazsaq yoldaşlar, elə əmsallaşdıra bilərik. Bir dənə baxın. Azot oldu 4, bura yazdıq 4, hidrogen oldu 2, bura yazdıq 2. İndi bir dənə oksigenə baxaq. 12 oksigen, 3 dəfə 2, 6. Yox, artıq nəyisə səhv yazdıq. 3 dəfə 2, 6. 6-nın üstə 2 nəyi səhv yazdıq görəsən? Hə, hidrogen 4-dür, düzdür, 4-dür. Azota 4 yazdıq. 6. Yaxşı, gəl onda əmsallaşdıraq, görün nəyi səhv yazdım. Əmsallaşmada. Bir dənə gözlüyün. İstədim bir başa gedəm. Mis 0-dan, mis gəlib müsbət 2-yə. Çıxılsın 2 elektron. Azot müsbət 5-dən, azot gəlib yoldaşlar, bu müsbət 4 deyil, mənfi 2, müsbət 2 çalışdım. Müsbət 2-yə gəlib. Üzərinə gəlsin 3 elektron. 2-nin 3-ə, yerini dəyişdik 3-ün 2-yə. Misə bir 3 atdıq, bura bir 2 atdıq. İndi gəlin düzəldək. Bunlar silindi. Mis sağda oldu 3, bura bir 3. Azot solda oldu 3 dəfə 2, 6. İkisi də burada 8. Burada yazdıq 1, 4. İndi 8 dəfə 3, 24 oksigen buradadır. 3 dəfə 2, 6. 6 dəfə 2, 12. 12 yenə nəyi səhv yazdıq? Dayan görüm. 3 dəfə 2, 6. Azotun ikisi burada 8. 8 azot burada var, 8 azot burada var. Hidrogen 8 oldu, bura bir 4 yazdıq. 3 dəfə 2, 6. Hə, düzdür yoldaşlar. 3 dəfə 2, 6. 6 dəfə 3, 18. 18-in üstə 4, 22. 22-nin də üstə 2, 24. Doğrudur, sadəcə mən hesablamanı səhv hesabladım. Düzdür. İndi reaksiya yazdıq, əmsallaşdırdıq. Səsim gəlir? Buradasınız. Gəlir mən. Bax, verib bu qədər qaz alınıb. Qaz NO-dur. Biz bilirik ki, ayrılan qaz NO-dur. Üzərinə yazdım 11,2 litr qaz. Bu zaman sərf olunan turşunun kütləsini yazıram. Bu isə x qram kütlə ilə soruşur. X qram turşu. İndi keçirəm reaksiyanın özünə görə 8 mol turşu var. 1 mol turşunun kütləsi 63 qramdırsa 8 vurulsun 63. Sərf olunub 2 vurulsun 22,4 litr. Buradan da x neçəyə bərabər olsa, deməli neyinib? 4-ə bölüb bu cavabı alıb da. 4-ə bölsək 2, 63-ü də 2-yə vursaq 126 eləyəcək. Deməli, sualın düzgün cavabı 7-də A variantı. Aydındır? Aysu, Nəzrin, Əsra. Belə. Reaksiyaları bilmək lazım. Sonra məsələn 8-ci sual. Nitrat turşusu laboratoriya şəraitində hansı reaksiya ilə alınır? Bayaq dedik, elə cavab A variantıdır. Ya natr nitrat olsun, ya kalium nitrat olsun, eyni şeydir. Uşaqlar, gəlin 9-cu suala baxaq. 4 mol ammoniakdan neçə qram nitrat turşusu? Bax, sadəcə ammoniakdan al nitrat. HNO3. Azot 1, azot 1. 4 molundan, birindən 1 alınırsa, 4 molundan neçə mol alınacaq nitrat? Elə 4 mol. Nitratın 1 molunun kütləsi 63-sə, 63-ü 4-ə vuraram, 4 molunun kütləsini hesablayaram. 12, 1 yadda, 24, 25, 252. Aydındır Əsra, Nəzrin? Aynen. Bax, belə. Sonra bu reaksiyalara, testlərə baxın, ha. Əsra, 10-cu sual, oxu görək. Əsra, oxu. Nitrat turşusunun üçün hansı ifadə doğru deyil? Parçalanmasından oksigen alınır. Bayaq nitrat Parçalanması turşusu oksigen var. düzdür elə? Turşu. Doğrudur. Bərk maddədir. Bərk maddədir, Əsra. Xeyr. Aqreqat hal nədir? Bunun maye. Mayedir, maye, turşu mayedir. Ona görə bizdən elə səhvi soruşuyorlar. Tamam. Devam. Bəli. Bax, 11-ci sual. Qəbul imtahanına düşmüş bir sualdır. Bax, nitrat turşusu formulu HNO3. Ammoniakın formulu Əsra? NH3. Nitrit turşusu uşaqlar HNO2-dir.
Bu olsun 1, bu olsun 2, bu olsun 3. Siz mənə deyin görüm, sizcə hansının kütləsi ən kiçik olar burada? Bir budur, 14 budur, 48 budur, 14 budur, 3 budur, 1 budur, 14 budur, 32 budur. Ən kiçik kütlə hansı olar sizcə? Ammonyak kiçikdir nitritdən. 2-3-1. Aysa, o da kiçikdir nitratdan. 2, 3, 1. Uşaqlar, birinci qrupun qəbuluna düşmüş nitrata aid bir sualdır. Heç də çətin deyil. İndi nitrat, burada da azalmasını soruşur. Ən çox aydındır ki, nitratda olacaq, sonra nitritdə olacaq, sonra ammonyakda olacaq. 1, 3, 2. Sualın düzgün cavabı 12-də deyilir, C variantı. Başa düşdük? Gəl baxaq. 13, 14. Bax, duru nitrat turşusu mislə. Yoldaşlar, deyin görün, mis aktiv metaldır, pasiv metal. Pasif. Bəli, duru nitratdan söhbət gedir. Deyir ki, azotun oksidləşmə dərəcəsi. Yoldaşlar, mis nitratı alınır. NO alınır, yoxsa NO2? NO. Bəli, duru ilə pasiv verir NO. Nitrat turşusunda azot müsbət 5-dir. Oksigen mənfi 2. Azota nə qalır cəbri-cəm 0 olması üçün? Müsbət 2 ilə. Azotun oksidləşmə dərəcəsi neçədən neçəyə gəldi? Aydındır? Uşaqlar. Mənim aydındır. Bu birisində isə alınacaq nə? NO2. Qatı nitratla olanda. Qatı. Mənfi 2, müsbət 4. Neçədən neçəyə gəldi? Azot neçədən neçəyə gəldi? Müsbət 5-dən müsbət 4-ə. Bəli, nitratda müsbət 5-dir, NO2-də isə müsbət 4-dür. Əsra, aydın olur? Bəli. Lap yaxşı, bax fikriniz burada olsun. Görürsünüz, reaksiyalar bilmək lazımdır. Baxaq. Deyir ki, qatı nitrat turşusu ilə, bu kimdir, bayaqdan da yazır. Qatı nitrat turşusu ilə NO2 əmələ gətirən. İndi siz mənə deyin görüm, qatı nitratla NO2 gətirən, lakin xlorid turşusu ilə hidrogen çıxara bilməyən metallar hansı metallardır? Pasiv. Məsələn, pasiv metal mis. Mis H-xlorla reaksiya daxil olur? Xeyr. Amma mis qatı nitratla NO2 verir. Onda pasiv metallarımız kuprum, civə, gümüş, platin və naryum da bizə testlərdə verilmir. Ona görə sualın düzgün cavabı nə olacaq? Civə ilə mis. Bax, bu da birinci qrup qəbul sualıdır. Bəli, Nəzrin. 16. Yoldaşlar, məsələn, 16-17-ni necə işləyərik? Lap 20 də olsun. Bax, 16. Bax, fikir ver. Solda neçə azotum var? 4. Azot nədir? Hidrogen. Sağda neçə hidrogenin var? 4. Deməli, hidrogenlər bərabərdir. Yəni, X maddəsinin tərkibində hidrogen olmayacaq. Çünki hidrogen olsa, hidrogenin sayı artır. Ona görə A variantı olmaz, B variantı olmaz, D variantı, C variantı olmaz, D variantı olmaz. Bir dənə qalır Y variantı. Məsələn, indi gəl 16-ya baxaq. Tutaq ki, X maddəsinin tərkibində, məsələn, gəl görək, X-in tərkibində bu variantlardan biri. Gəl birinci hidrogenə baxaq. Solda neçə hidrogenin var? 6. Sağda neçə hidrogenin var? 6. 6. Deməli, yenə X-in tərkibində hidrogen olmayacaq. Çünki olsa sayı artır, əmsallaşmır. Ona görə A variantı deyil, ona görə Y variantı deyil. Gəlin indi oksigenə görə baxaq. Oksigenə görə. Burada alt dəfə 3, 18 oksigen var. 12, 12-nin üstə 4, 16, 16-ın da üstə 2, 18. Oksigenlər də bərabər. Deməli, onda X-in tərkibində oksigen də olmayacaq. Çünki olsa bir tərəfdə 18 olar, bir tərəfdə daha çox olar. Aydındır? Və bu da bu.
Belə. Məsələn, bax 18-ci sual. Aysu oxu görək. Nitrat turşusu ilə amoniakın qarşılıqlı təsirindən alınan duz qızdırıldıqda hansı qaz ayrılır? Aysu, bax nitrat turşusu ilə amoniak. Bu reaksiyada nə alınır deyin görək. Aysu, Tembolin 4-cü qrupsan. Aysu, xahiş edirəm reaksiyaları oxu. H birləşdi oldu NH4, NO3. İndi deyin görək. Həmin deyir bu duzun, yəni NH4, NO3-ün parçalanmasına nə alınırdı uşaqlar? 2 mol su əlavə məhsul kimi çıxdı. Yerdə nə qalır? 2 dənə azotum var. N2, hidrogen 4. Hidrogen 4 dəymirəm. Oksigen 3 dənə də Aysu. İkisi buradadırsa, bura bir oksigen qalır elə Aysu. A variant. Səsim gəlir? Başa düşdük? Mənim meteor Səndə hə Aysu səs qırılır. Səndə hə səs qırılır. İndi video kaydı ataram, yenidən baxarsan. Əsra, Nəzrin buradasınız? Buradayım. Yaxşı, B variantından nə alınır? Hansıda ben? B variantını deyil. 19-da nə alınır? Bax bu necə? Eno. Bəli. Sink ortak bir metaldır. Aysa bax. Bax onu yazaq. NH3. Bəli, NO verir. N2O, NO, NO2 yazdıq. Aktiv, orta aktiv, pasiv. Baxdıq, sink orta aktivdir. Elə gəldik orta aktivə. Duru, qatı. İndi turşumuz necədir? Duru yoxsa qatı? Qatı. Deməli nə verəcək? Eno. Afərin. Məsələn, 20-ci suala baxaq. Deyir ki, burada cavab yoldaşlar burada olacaq ammonium sulfid. Niyə? Bax yazıram. NH4 2 dəfə S üzərinə gəlsin HNO3. Nitrat turşusu sulfidi çıxartsa, burada bax fikir ver, alınacaq NH4NO3, NH4NO3. Üzərinə gəlsin H2S. Yoldaşlar, amma reaksiyada nə alınıb burada? Su. Deməli, bu tənlik verilənə aid ola bilməz. O cümlədən 21. 21-də də cavab C olacaq. Niyə? NH3-ün nitratla reaksiyasına nə alınırdı? H4NO3. Nəzrin, bax. NH3-ün, bəli. NH4, NH4NO3. Amma burada verib su olsun. Amma burada su alınmadı. Deməli, cavab C variantı. Aydındır? Aynen. Davam. Bax, bunu da konspektimizdə vermişik. Nitrat turşusunun almasıdır. Cavab yəni eləyəcək B variantı. Amoniakın yanmasından biz havadan azot alırdıq. Azotun hidrogenlə reaksiyasından NH3. NH3-dən NO, NO-dan NO2, NO2-dən də nitrat turşusu alırdıq. O da bu hissəni verib. Sualın düzgün cavabı B variantı. Davam. 24. 23. 6,4 qram mis qatı nitrat turşusu reaksiya daxil oldu. Yazıram mis. Üzərinə gəlsin HNO3 qatı. Yoldaşlar, duzu alındı. Mis NO3 2 dəfə. Deyin görün, NO2 alınacaq yoxsa NO? Üstə gəlsin Eno. Yox, qatıdır. NO2. NO2. Bəli, NO2 alınacaq. NO2 üzərinə gəlinsin su. Gəl görək necə misallaşdırırıq. Mis 0-dan mis gəlib müsbət 2-yə, azot müsbət 5-dən azot gəlib müsbət 4-ə. Bu ikisini verib, bu birini alıb. Həmin ikisini gəl bura yazaq, indi düzələcək. Bura bir 4 yazaq, burada bir 2 yazaq. İndi gəl oksigenləri sayaq görək, sağda solda oksigenlər bərabərdirmi? 12, 6, 4, 10, 12. Bəli, bərabərdir. İndi sadəcə verilənlər. Şərtə görə misin nə qədərdir? Yazıram təpəsinə 6,4 qram. Mis qatı nitrat turşusu reaksiya tərsi neçə litr qaz alınır? Qazım aydındır ki, bilirəm NO2-dir. 6,4-ə
x litrdirsə, reaksiyanın özünə görə 1 moldur. 1 molun kütləsi 64 qram. 64 qramla isə yoldaşlar 2 vurulsun 22,4 litr qaz əmələ gəlir. Buradan x-i tapsaq 10-a böldük, hər tərəfi 10-a bölərik, 4,48 litr qaz əmələ gəlir. Sualın düzgün cavabı B variantı. Aydındır? Belə. Deməli, əsl reaksiyaları bilmək lazımdır, elə məsələni işləmək üçün. Buradasınız? Bəli. Lap yaxşı. Və indi yenə qatı nitrat turşusunun kükürdlə reaksiyasından yazırıq. Kükürd üzərinə gəlinsin HNO3 qatı. Bu reaksiyanı bilmirəm, indi əzbərləmisiniz ya yox. Alınır nə? Qatı ilə gedirsə H2SO4, üzərinə gəlinsin NO2, üzərinə gəlinsin su. Kükürt 0-dan, kükürt gəlir müsbət 6-ya, azot müsbət 5-dən, azot gəlir müsbət 4-ə. Deməli, bu 6-sını verib, bu birini qəbul edib. Həmin 6-nı bura yazdım. Nitrat oldu, azot oldu 6. Bura yazdım 6, hidrogen oldu 6. İkisi buradadır, deməli, bura 1, 2 yazıram. Gəl oksigenlərin bərabərləşdi mi? 6 dəfə 3, 18 oksigen, 12, 16, bəli, 18 oksigen. Əmsal bərabərləşdi. İndi reaksiyanı yazdıqdan sonra uşaqlar mütləq əmsallaşdırın. İndi baxaq. Şərtə görə 9,8 qram sulfat turşusu. Təpəsinə yazıram 9,8 qram sulfat turşusu. Reaksiya neçə mol nitrat? Yazıram x mol nitrat. Yoldaşlar, indi yazıram altından. Reaksiyanın özünə görə neçə mol nitrat reaksiya daxil olub? 6 mol. Reaksiyanın özünə görə bu zaman neçə qram sulfat əmələ gəlib? 98 qram. 98. Bəli. Yəni 10-a bölüb də 0,6 mol eləyəcək. Və belə. Aysu, buradasan? Bəli. Lap yaxşı. Davam edirik 25-ci sualla. Yoldaşlar, çıxın məsələsidir, rahat bir sualdır. Özünüzü qorxuzmayın. Gəlin baxaq. Bax verir ki, arxa-arxaya 3 dənə reaksiya gedir. Birinci halda NH3-dən NO, ikinci halda NO-dan NO2, üçüncü halda NO2-dən nitrat alır. Yoldaşlar, burada bir nitrat var, burada bir nitrat var, burada yəni azot var, bir azot var. Ona görə heç əmsallaşdırmağa bu reaksiyalarda ehtiyac yoxdur. Verir ki, birinci reaksiyanın çıxımı 50%. Bax, bunun üzərinə yazıram 50%. İkinci reaksiyanın və üçüncü reaksiyanın hər ikisinin çıxımı isə 80%. Buna yazıram 80%, buna yazıram 80%. Bu. İndi sonra verir ki, 50 mol ammoniakdan, təpəsinə yazım indi 50 mol ammoniak. 50 mol ammoniak. Bu zaman neçə mol nitrat turşusu almaq olar? Yoldaşlar, məsələni şərtini sırayla işləyirik. Və birinci birbaşa NH3-dən alıram NO. 1 mol NH3-dən 1 mol NO alınır. Amma ammoniakın şərtə görə neçə moldur nəzrin? 50 mol. Yazıram 50 mola 1 x mol NO. Nəzrin, buradan x bərabər neçəyə? 50. Ay, sağ ol. Tapdım ki, x bərabərdir 50 mol NO. Nəzrin, bunu reaksiyanın özünə görə hesabladım. Reaksiyanın özünə görə hər şey 100%dir. Tapdığım bu 50 mol NO 100%dirsə, mənə verib birinci reaksiyanın praktiki çıxımı neçə faizdir? 50%. 50%. Yazaram həmin 50%-ə bir x mol. 25 mol. Ay, sağ ol. X buradan bərabər 25 mol NO. Deməli, bu sonda NO nə qədər oldu? 25. İndi ikinci halda NO-dan, bax görürsünüz ki, NO-dan alır NO2. Alıram NO2. 1 mol NO-dan 1 mol NO2 alınırsa, NO nə qədərdir? 25. 25-dən də bir Y. Buradan Y bərabər neçəyə? 25. Elə 25 mol NO. Yoldaşlar, reaksiyanın özünə görə tapdığım neçə faizdir? 100. 25 mol NO2 100% təşkil edirsə, ikinci reaksiyanın, yəni NO2-nin alınması üzrə praktiki çıxım neçə faizdir? 80.
Yazıram 80%-ə bir x. Buradan x hesablasam, x bərabərdir. Neçə eləyir? 20. 25-in 10-da 8-i, yəni 5-də 4-ü, bəli 20 mol. Tapdım ki 20 mol oldu əlimdə NO. Həmin bu NO2 daha doğrusu. Həmin bu NO-ya da yazdım 20. İndi qaldı bir dənə üçüncü reaksiya. NO2-dən alırıq HNO3. Yenə 1 molundan 1 mol əmələ gəlirsə, NO2-mi nə qədər tapdım? Buradasınız uşaqlar. Bəli. Bəli, 20 mol. 20 mola yazıram bir Z. Z-i buradan tapdım ki, Z bərabərdir 20. A hissəli 20. Reaksiyanın özünə görə tapdığım hər şey neçə faizdir? 100%. 100%. Amma şərti əvvəlcədən neçə faiz vermişdi üçüncü reaksiyanı çıxıb? 80. Bəli. 80%-ə də yazıram bir x mol. Buradan x də bərabərdir 16 mol nitrat turşusu. Biraz çətin sualdır, 4-cü qrup qəbul sualdır, amma olsun. Əsas odur işlədik. Bax belə. Nəzrin zəhmət olmasa bunu ekran kaydı götür. Dərsdən sonra indi çıxma dərsdən. Dərsdən sonra atarsan yaxşı qrupa. Davam eləyək Əsra. Çətin deyil Əsra. Sağ ol Nəzrin. Mən bu çətinlikdə sağ olun. Yəni biraz çıxım sualdır. Çıxım videolarını göndərəcəm Əsra. Bu bayramda oturub baxarsan, yaxşımı? Tamam. Hansı reaksiyalardan bəsit maddə alınır? Yoldaşlar, heç tutaq ki, bu reaksiyanı bilmirsiniz. Bax, nitratın bayaq dediyi parçalanmasından nə alınır? NO2, O2, bir də su. Oksigen bəsitdir yoxsa mürəkkəb? Bəsit. Bizdən də soruşur, bəsit maddə, elə birbaşa cavab Y variantı. Sonra, hansı duzların termiki parçalanmasına qonur rəngi qaz əmələ? Qonur rəngi qaz deyirsə, yadınıza saxlayın NO2. Yoldaşlar 1. Gəldik kalium nitrat. Deyin görüm, kalium nitrat parçalandıqda nə alınırdı? Kalium NO2, bir də oksigen. Burada qonur rəngi qaz əmələ gəlmədi. İkinci reaksiya, ammonium karbonatın parçalanmasına nə alınırdı? Ammonyak, karbon qazı, bir də su. Yenə NO2 əmələ gəlmədi. Elə sualın düzgün cavabı 1 ilə 2. B variantı. Nitratların parçalanması aktiv metal nitratın, orta aktiv metal nitratın, pasiv metalın, o cümlədən istisnalar, lityumla mis. Onları dərsin sonunda indi soruşacağam. 28-ci suala baxırıq. Hansı reaksiyadan alınan maddə ilə nitrat turşusu reaksiya daxil olur? Elə hələ ki, əslində bu reaksiyanı keçmişik yoldaşlar. Bu reaksiyadan nə alınır? Yadınızdadır? Vay, nə oldu buna? Aha, ekran görsənir Nəzrən. Bəli, mənim görsənir. Bax, bu reaksiyadan uşaqlar alınır dəmir, OH 3 dəfə. Bu da nitrat turşusu ilə 1-in 1-ə, 1-in 2-ə, 1-in 3-ə də reaksiya daxil ola bilər. Gəl elə 1-in 3-ə yazaq. 3 OH-dan 3 dənə H. Nə verir? 3 mol su plus dəmir NO3 3 dəfə. Elə cavab 28-də A variantı. 29-cu sual. Daxil olmur yoldaşlar. Cavab birbaşa deyirəm C variantıdır. Buradan silisium O2 alınır. Silisium O2 ilə nitrat turşusuna yadda saxlayın, reaksiya daxil olmur. Bunu yadınıza saxlayın. Silisium O2 nitratla reaksiya daxil olmur. Burada alınır natrium 2 SO3, burada alınır dəmir OH 3 dəfə, burada alınır kalsium OH2, burada alınır NH3. Hər biri də su ilə reaksiya daxil olur. 30-cu sual. Hansı sıradakı bütün maddələr qatı nitrat turşusu ilə reaksiya daxil olurlar? Qatı nitratla. Bax, natri xlor yoldaşlar, natri xlor yox. Yadda saxla. Natri xlor qatı nitratla reaksiya daxil olmur. Qızıl qatı nitratla reaksiya daxil olmur. Bir dənə qalır C variantı. Kükürt qatı nitratla verir. H2SO4 üzərinə gəlinsin NO2, üzərinə gəlinsin su, mis qatı sulfatla verir. Yox, qatı nitratla verir.
mis NO3 2 dəfə, üzərinə gəlsin NO2, üzərinə gəlsin su. Və görürsünüz, reaksiyaları bilmək lazımdır. Məsələn, hansı sıradakı indi deyir, bütün maddələr qatı nitratla reaksiya daxil olmur. Yoldaşlar, ümumiyyətlə metalların aktivi sırasında mis, civə, argentium, platin, arium. Platinlə ariumun heç nə reaksiyasını keçmir deyilə. Yadımıza düşür. Elə cavab A variantı. Səsim gəlir? Buradayıq. Bəli. Lap yaxşı. Yoldaşlar, hansı reaksiyalardan azot dioksid əmələ gəlir? Azot dioksid nədir? NO2. Azot monoksid desə NO. Mis qatı ilə, qatı nitratla NO2 verir yoxsa NO? NO2. Ay, biri birdir. Sonra fosfor duru ilə verir də H3PO4 plus NO verir uşaqlar. 2 olmaz. 2 getdi, 2 getdi, 2 getdi. Yaxşı. Elə bax dördüncü bayaq dedik. Kükürt qatı ilə nə verir? H2SO4 üzərinə gəlsin NO2, üzərinə gəlinsin su. Yenə NO2 alındı. Cavab 1 ilə 4 A variantı. Görürsünüz, reaksiyaları bilmək lazımdır. 33-cü suala baxaq. Yoldaşlar, bax bunu qəbul sualıdır birinci qrup, diqqətlə oxuyaq. Bax, mis pasiv metaldır. Fikir ver, tutaq ki, X-in yerinə mis yazsaq, pasiv metal NO2 verməli idi. Verir. Duru ilə NO2 verər, yoxsa qatı ilə? Qatı ilə. Qatı ilə. Ona görə duru olmaz. Deməli, sualın düzgün cavabı B variantı imiş. Məsələn, 34. Bax, elə özün fikirləş. NO. Pasiv metal, pasiv metal. Pasiv metal qatı ilə olanda NO verər, yoxsa NO2? NO. Qatı ilə. NO2. Qatı ilə NO2. Ona görə A ilə B olmaz. Kükürt bayaq dedik, qatı ilə yenə NO2 verir. Olmaz. Arium ümumiyyətlə daxil olmur. Bir dənə qalır mis. Həqiqətən pasiv metal duru ilə nə verir? NO. Bax belə. Sonra 35-ci sual. İndi bunu bax yenə baxaq. Baxırıq nə verir bəsra? NO verib. Yəni burada doğruydu. Ayso, deməli pasivin durusunu götürə bilərik elə. Məsələn, qatısı getdi, qatısı getdi, qatısı getdi. Ya budur, ya bu. Hansını götürək əsra? Y variantı olmaq üçün reaksiya getmək. Ayso, afərin. Platinlə arium ümumiyyətlə bir dənə platin oksigenlə biz reaksiyasından danışırıq. Burada yəni başqa, yox, o da dayın görüm, platindirmi? Dayın yadıma sallam. Yox, ümumiyyətlə heç nə ilə daxil olmur. O qurğuşundur, qarışdırıram. Deməli, platindir. Platinlə ariumun heç nə ilə reaksiyası yoxdur. Onlar yalnız çar arağı zərhəl deyilir. Həmin birləşmələrdə həll olur. Və 4-cü qrup səviyyəli belə bir sual var. Deyir, hansı reaksiyalarda X nitrat turşusu ola bilməz? Elə biri birdir. Niyə? Çünki X-in yerinə nitrat turşusu yazsam, NH4 xlor üzərinə gəlsin HNO3. Xlorla nitrat bir sırada yerləşir, bir-birini sıxışdırıb çıxarda bilməz. Birinci reaksiya getmir. Bir burada yoxdur, burada yoxdur. Sonra, bura nitrat, yoldaşlar, ümumiyyətlə nitrat turşusu hidrogen verə bilərdi. İstər durusu olsun, istər qatısı. Xeyr, nitrat hidrogen verməz. Ona görə elə cavabım 1 ilə 2 sualın düzgün cavabı. Sonra 37-ci sual. Bax, deyir, hansı reaksiyada X nitrat turşusu indi deyir ola bilər. Yoldaşlar, nitrat hidrogen verə bilər? Xeyr. Ona görə 3 getdi, 3 getdi, 3 getdi. Bayaq dedik, nitrat turşusu xloridi sıxışdırıb çıxarda bilməz, bir də olmaz. Ona görə sualın düzgün cavabı D variantı. Sonra gəlin 38-ci suala baxaq. Səsim gəlir? Bəli. Yaxşı. Deyin görüm, nitrat turşusunun işıq şüasının təsirindən parçalanmasının 3 dənə maddə alınırdı. Hansıları ilə?
HNO3 parçalanırdı nəyə? NO2, sonra O2 üstəgəlsin su. Ay sola. Əsra sən dedin? Bəli. O2 üstə gəlsin su. İndi yoldaşlar, bax x, y, z-dir və nəyin, bax məntiqimizi fikirləşdirək. Nəsə, bax bu üçündən biri hidrogenlə reaksiya daxil olur. Bu üç maddədən təzədən biri alınır. Sizcə hansı olar? Gözə görsənir elə. Bax elə oksigendir. Oksigen hidrogenlə reaksiya daxil olduqda nə alınır? H2O. Deməli, X maddəsi suymuş, X maddəsi. Z maddəsi oksigen imiş. Y-də nə qalır? NO2. Deməli, X su, elə cavab sualda nə variantı? 38-də A variantı. Aydındır? Görürsünüz, reaksiyaları bilmək lazımdır. 39-cu suala baxaq. Yenə, nitrat turşusunun parçalanmasına nə alınırdı? NO2, O2, bir də su. Təzədən yoldaşlar, bunlar nə ola bilər ki, 2 dənə turşu verər təzədən. Aydındır ki, bu NO2 ilə sudur. NO2 su ilə soyuq şəraitdə verə bilər. HNO3 üzərinə gəlsin HNO2. Yadınızda saxlayın. O da deyəsən D variantına uyğun gəlir də. X olur oksigen, oksigen. Təzədən məhsul Y-lə, yəni bu ayrılanla. Yəni NO2 su olacaq o da. NO2 su, o da bir dənə elə D variantında var. Sonra 40-cı sual. Ammoniak oksigenlə katalitik yazılıb. X nə olacaq? Deyin görün. NO ilə su. NO ilə su. Bəli, X oldu NO. N oksigenlə NO2. Bayaq dedik. NO2 soyuq su ilə verir HNO3, bir də HNO2. X NO, Y NO2, bu da nitrat. Sualın düzgün cavabı D variantı. Görürsünüz, reaksiyaları bilmək lazımdır. Bir 10 dənə də işləyək, kifayət edər. Qatı nitrat turşusu haqqında hansı ifadə doğrudur? Adi şəraitdə xromla səhvdir. Dedik ki, alüminiumdur, xromdur, dəmirdir, kobaltdir, nikeldir. Adi şəraitdə bunlarla reaksiya daxil olmaz. Ancaq qızdırıldıqda bir getdi. Mislə reaksiyasından qonur rəngli qaz alınır. Bəli, NO2 qazı alınır. Bu da qonur rəngli qazdır. Açıq qabda saxladıqda kütləsi artır. Bəli, yoldaşlar, ümumiyyətlə turşuları açıq qabda saxladıqda kütləsi artır. Niyə? Çünki o havada olan su buxarını özünə, yox, açıq qabda, əksinə artmır. Yox, sadəcə deyir dəyişir, kütləsi azalır, doğrudur. Niyə? Çünki nitrat turşusu işığın təsirindən parçalanır, bu zaman onun kütləsinin azalması müşahidə olunur. Sualın düzgün cavabı eləyəcək 2 ilə 3, yəni B variantı. 42-ci sual. Nitrat turşusu haqqında hansı ifadələr doğrudur? Turş duz əmələ gətirmir, doğrudur. Çünki nitrat turşusu yoldaşlar bir əsaslı turşudur. Turş duz əmələ gətirə bilməz. Suda yaxşı həll olur, düzdür. Karbamidin almasında, yoldaşlar bunu keçəcəyik. Karbamiddə karbon qazı ilə NH3-dən istifadə olunur. Nitratdan istifadə olunmur. Həmçinin ammoniakı keçəndə bunu danışmışıq. Ona görə 3 yanlışdır. 1 ilə 2, 42-də eləyəcək C variantı. İndi həm nitrat turşusu HNO3, həm də xlorid turşuları haqqında ümumi olan nədir? Turş duz əmələ gətirmirlər, bəli. Niyə? Çünki uşaqlar, hər ikisi bir əsaslı turşudur. Bunun bir dənə hidrogeni var. Bir əsaslı turşular turş duz əmələ gətirə bilməz. Mislə reaksiya daxil olurlar. Dedik ki, mis H-xlorla reaksiya daxil olmur. İki ortaq deyil. Maqnezium oksidlə bəli, maqnezium oksid əsasi oksiddir, turşularla reaksiya daxil olur. Bax, maqnezium oksid üzərinə gəlsin HNO3 yazsam, burada alınar
Maqnezium NO3 2 dəfə plus H2O. H-xlorla yazsam, alınar maqnezium xlor 2 üzərinə gəlsin H2O. Hər iki halda reaksiya gedər. Sualın düzgün cavabı 1 ilə 3, 43-də eləyir A variantı. Sonra gələk 44 ilə 45-ə. İndi silikatı hələ keçməmişik, amma yəni danışmaq olar da. Nitrat və silikat 44. Nitrat turşusu HNO3-dür, silikat turşusu isə H2 silisium O3-dür. Ümumi olan nədir? Adi şəraitdə aqreqat halları. Yoldaşlar, bu ümumi ola bilməz, yadda saxlayın. Nitrat turşusu mayedir, metasilikat da keçəcək, metasilikat turşusu bərk aqreqat halındadır. Əsas səsim gəlir? Bəli. Lap yaxşı. Deməli, bunlar üçün ortaq ola bilməz. Biri mayedir, biri bərk. Qələvlərlə reaksiya daxil olması, istənilən turşu, istənilən qələvi ilə yəni reaksiya daxil olur. Tutaq ki, hər ikisi natrium OH ilə reaksiya daxil olur. Niyə? Burada alınar natrium NO3 üzərinə gəlsin deməli H2O. Burada alınar natrium 2 silisium O3 üzərinə gəlsin H2O. Hər ikisi daxil olur. Yoldaşlar, yadınıza saxlayın, hər ikisi qızdırıldıqda parçalanır. Nitrat turşusu nəyə parçalanır? NO2-yə, O2-yə, suya, bayaqdan da danışırıq. Metasilikat turşusu da vaxtı gələndə keçəcək, amma turşular dərsində keçmişdik. Silisium O2-yə, bir də suya parçalanır. Hər ikisi parçalanır. Bizdən də ümumi olanı soruşur. Deməli, 2 ilə 3, sualın düzgün cavabı 44-də Y variantı olacaq. İndi gəlin 45-ə baxaq. Deyir nitrat turşusunu, yəni HNO3-ü sulfat turşusundan H2 silisium yox, H2SO4-dən fərqləndirən cəhətlər hansılardır? Yoldaşlar, biri birdir. Düzdür, sulfat da parçalana bilər. Amma işığın təsirinə parçalanan yalnız nitratdır. Əsasi oksidlərlə hər ikisi reaksiya daxil olur. Molekulunda atom sayı fikir verin. Burada atom 5 atom var, amma burada 7 atom var. Deməli, aydındır ki, 3 də fərqi olacaq. Sualın düzgün cavabı A variantı. Məsələn, 46-cı suala baxaq. Nitrat turşusunu xlorid turşusundan fərqləndirən əlamətlər. Nitrat turşusunu xlorid turşusundan fərqləndirən əlamətlər. Yazıram nitrata HNO3, xlorid turşusuna yazıram H-xlor. Elə? Baxaq, qələvlərlə reaksiya daxil olması. Yoldaşlar, hər ikisi qələvi ilə reaksiya daxil olur. Məsələn, HNO3, səsim gəlir Nəzrin? Bəli, müəllim. Lap yaxşı. Bu alınır natrium NO3 plus H2O. Tutaq ki, H-xlor plus natrium OH bu reaksiyanı da bilirik. Burada isə alınır natrium xlor üzərinə gəlsin H2O. Hər ikisi qələvi ilə reaksiya daxil olur. Bu, bunu fərqləndirən cəhət ola bilməz. Mis və civə ilə reaksiya. Yoldaşlar, bəli, mis H-xlorla reaksiya daxil olmaz. Amma mis həm duru nitratla, həm də qatı nitratla reaksiya daxil olar. Ona görə 2 doğrudur. Molekulda atom sayı bəli. Niyə? Çünki nitratın 5 atomu var, amma xloridin 2 atomu. Deməli, bu da bunu fərqləndirir. Sualın düzgün cavabı 2 ilə 3, Y variantı. Aydındır uşaqlar. Belə, davam eləyək. Bəli, müəllim. Baxın, reaksiyalar ona görə bilmək şərtdir. Pasiv metalda qatı ilə nə verəcək? NO yoxsa NO2? NO3. Ay, sağ ol. Verdi NO2. Yoldaşlar, hansı ifadə doğru deyil? Havada oksidləşmir, bəli. NO2 oksigen reaksiya daxil olmur. Turşu oksidi, bəli, nitrat turşusuna əmələ gətirir. Nitrat turşusunu bayaq dedik, neçə dəfə danışdıq. Nitrat turşusunun parçalanmasından alınır NO2, O2, su. Doğrudur. Maqnezium nitratın parçalanmasından, bəli, maqnezium orta aktiv metaldır. Maqnezium oksid üzərinə gəlsin NO2, üzərinə gəlsin su. Doğrudur. Yoldaşlar, azotun baş oksidi səhvdir. Yadınıza saxlayın, azotun baş oksidi N2O5-dir. NO2 deyil. Yaxşımı? D variantı. Sonra 48-ci sual. Bax, sadə görsənə bilər, amma maraqlı bir sualdır.
Nəzrin oxu görək. Buradayıq. Əsra, Aysu səsim gəlir. Bəli. Nəzrin. Yaxşı. Ay Nəzrin. Yazıram. Bax, qulaq asın. Dəmir üzərinə gəlinsin, qatı nitrat. Yazıram. HNO3 qatı. Dedik ki, dəmir qatı nitratının da, duru nitratının da əsr neçə valentisini verir? 3. Üzərinə gəlinsin. Gəl baxaq. Deməli, NH3, N2O, NO, NO2. Aktiv, orta aktiv, pasiv. Əsr dəmir neçə Burada en olmasa. Bəli. Ortak. Bəli. Orta aktivdir. Söhbət qatı nitratdan Qatının getdiyinə biri o görə. bir en olsa. Bəli. Burada alındı NO, üzərinə gəlinsin su. Yoldaşlar, indi nə etməliyik? Hökmən əmsallaşdırma. Bəli, dəmir 0-dan dəmir gəlib müsbət 3-ə. Bax yazıram. Dəmir 0-dan dəmir gəlib müsbət 3-ə. Minus 3 elektron. Azot müsbət 5-dən azot gəlib mənfi 2 müsbət 2-yə. Müsbət 2 üzərinə gəlinsin 3 elektron. 3-ün 3-ə, yəni 1-in 1-ə deməkdir. Ona görə heç nə yazmırıq. Sadəcə normal hala uyğun olaraq əmsallaşdırırıq. Necə? Bax. Sağda 3 azot burada, bir dənə də azot burada. Neçə azot var? 4. Bura yazdıq 1, 4. Hidrogen neçə oldu? 4. Deməli, bura yazdıq 1, 2. İndi gəl oksigeni sayaq. 4 dəfə 3, 12. 3 dəfə 3, 9. Biri burada 10. İkisi də burada 12 düzəldi. Heç nə əmsallaşdırdıq. İndi deyir, alınan duz və qazın mol nisbətini. Yoldaşlar, duzum budur, duz. Qaz da aydındır ki, NO-dur. Neçənin neçəyə əsra? 1'in 1'e. Bəli, 1-in 1-ə. Aydındır? Evet. Əsra, reaksiyanı bilməsək bu sualı yaza bilərdik? Xeyr. Nəzrin, buradasan? Ay Nəzrin. Mən azım çıxıb. Çıxıb? Yox. Bir dənə sənsən onda. Yaxşı, gəlin davam eləyək. Bax, 49-cu sual. Hansı mərhələdə oksigen reaksiya daxil olur? Elə biri birdir. Çünki amonyakın oksigenlə katalitik oksidləşməsindən tekat alınırdı NO, üzərinə gəlsin su. Deməli, birinci reaksiyada oksigen var. Yoldaşlar, NO-dan NO2 necə alırdıq? Üzərinə yenə oksigen gəlməklə elə sualın cavabı 1 ilə 2 A variantı. Davam eləyək. Hansı reaksiyada X maddəsi nitrat turşudur? Gəlin baxaq, elektroliz yadımıza salaq. Argentium NO3 üzərinə gəlsin suda məhlulunun elektrolizi. Yoldaşlar, bilirik elektrolizdə var katod, anod. Katoda gedir birincilər. Gümüşlə hidrogen, anoda getdi NO3 ilə OH. İndi katod, anod, məhlul. Elə yadımıza düşür. Deyin görək, katodda daha sağda duran alınırdı elə. İndi hidrogen daha sağdadır, yoxsa gümüş? Hansı daha sağdadır? Gümüş. Bəli, gümüş. Deməli, buradan gümüş ayrıldı, yazdıq gümüş. Kükürt, yod, xlor, brom, xlor, OH, SO4. OH, oksigen. Məhlulda qaldı H. NO3. Bəli, HNO3. Deməli, birinci reaksiya nəticəsində alınan X maddəsi elə nitrat turşusu imiş. Biri götürmək olar. Yoldaşlar, ikinci reaksiyaya baxaq. Bəli, bu reaksiyada da bu nitrat turşusudur, HNO3. Alınır H3PO4 plus NO. Siz mənə deyin görün. İkinci reaksiyada götürülən nitrat durudur, yoxsa qatı?
bayaq deyirdik. Əgər su oxun sağında, solundadırsa, deməli nitratın durudur, sağındadırsa qatı. Elə 1 ilə 2 uşaqlar Y variantını götürmək olar. Nitrat turşusu parçalandıqda N2 su verməz. NO2, O2 bir də su verər. Bax, gəlin bir də o şeyi bir də deyim. Bax, fosfor üzərinə gəlsin HNO3 plus su alınır H3PO4 plus NO. Bir də ola bilər fosfor üzərinə gəlsin HNO3 alınır H3PO4 üzərinə gəlsin NO2 üzərinə gəlsin su. Bax, bir dənə diqqətli olun. Suyun biri buradadır, burada da isə burada alınır. Bir dəfə oxun solunda alınır, bir dəfə oxun sağında. Hansında nitrat durudur, hansında nitrat qatıdır? Solda olan durudur, sağda olan qatı. Aysa, onu yadınızdan çıxartmayın. Bu duru nitratıymış, bu isə qatı nitrat turşusudur. Belə. Gəl 51-ə də baxaq, yaxşı. 51-ə də baxaq, bu da bizdən inciməsin. Uşaqlar, bax, arium, platin, arium. Nəyinəsə reaksiya daxil olurdu? Xeyr. Deməli, adi rəqəmlə 1 daxil olmur. Deməli, reaksiya getmir. 1-ə gəlir 1. Ya A olar, ya D olar. B getdi, C getdi, Y getdi. Sonra, gümüş pasiv metaldır. Deyin görüm, qatı nitratla verdi. Argentum NO3. NO yoxsa NO2? NO2. Ay, sağ. NO2 verdi. NO2 alınır 3-ə. Deməli, 3 gedir 3-ə. Hər ikisində var tərslikdən. Gəl kükürdə baxaq. Kükürt qatı nitratla verirdi H2SO4, üzərinə gəlsin NO2, üzərinə gəlinsin su. Nə verdi burada? NO2. Deməli, buradan da NO2 alın. Deməli, 2 də 3-ə. Onda 2 ilə 3 sualın düzgün cavabı. Sink orta aktivdir. Deməli, NH3, N2O, NO, NO2. Orta aktiv qatı ilə nə verirdi? NO. Deməli, 4 də gəlir 2-yə, NO olan hissəyə. Sualın düzgün cavabı A variantı. Aydındır? Gəl 52-yə də baxaq. Kifayətdir bu qədər. Bax, uşaqlar. Arium nəyinəsə, platinlə arium nəyinəsə reaksiya daxil olurdu? Xeyr. Deməli, 4-də reaksiya getmir. Bu ikisi getdi, ya C-dir, ya Y. Gəl, bax, 2-yə görə fərqləndirək. 2. 2 nədir? Bax, bu reaksiya. Burada alınır H2SO4, üzərinə gəlsin NO2, üzərinə gəlsin su. NO2 alındı. Deməli, bu adi rəqəmdən 2 gəlib, bunun rəqəmindən 3-ə düşəcək. O da bir dənə Y variantındadır. Aydındır? Bax, belə. Yekunlaşdıraq.